çalıştığımız 2025-ci ilin son günləri. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə rayonlarda da konsert proqramları keçirilib. Tədbirlərdə çıxış edənlər yeni ilin gəlişi münasibəti ilə təbriklərini çatdırıb 2025-ci ilin Muxtar Respublika üçün uğurlu və inkişafla dolu bir il olduğunu qeyd ediblər. Yeni ildə də bu dinamikanı qorumaq və daha böyük nailiyyətlərə imza atmaq üçün birgə çalışmağın əhəmiyyətinə toxunulub. Tədbirlərdə incəsənət ustalarının ifaları dinlənilib, bir-birindən rəngarəng bayram havalı nəğmələr səsləndirilib. Salam, mənim istəkli nəvələrim. Yeni ilin simvolu Şaxta Babanın gəlişi iştirakçılarda xoş ovqat yaradıb. Ay təzəyim, sevindir hər obanı, hər eli. Xoş qədəmli sülh ili sər olasan təzəyim. Qədəmlərin var olsun, Tanrı bizə yar olsun. Tədbirlərdə uşaqlara bayram hədiyyələri təqdim olunub. Həsən Məmmədov, xanım Rüstəmzadə, Rahib Babayev, NTV Xəbər.